Qərbi Kasp Universitetinin Psixologiya Fakültəsinin İngilis sektorunda təhsil alan əlaçı tələbələrdən biriyim. Hal-hazırda 4-cü kursdayım və yaxın zamanda məzun olacaq. İlk öncə məktəb illərində başlayan uğurumdan danışmaq istəyirəm ki, hansı ki 7-ci sinifdə Qanlı Kəlağaya adlı kitabımla başlamışdır. Daha sonra 11-ci sinifdə Qarabağ Azərbaycandır adlı musiqinin mahnılarını mən bəstələmişəm. Daha sonra isə universitetə daxil olduqda şeir müsabiqəsində ilk kursda universitetimiz tərəfindən təşkil olunmuş şeir müsabiqəsində birinci yer qazanmışam. Daha sonra isə elmi qrupumuzda iştirak etmiş, orada bir çox məqalələr yazmış və təcrübələr aparmışam. Bununla bərabər bir çox konfranslarda həm xarici, həm Azərbaycan daxilində bir çox konfranslarda iştirak etmişəm. Əlaçı olmaq heç də asan məsələ deyil. Bunun üçün çox əziyyət tələb edir. Ancaq əsas məsələ sizin daxildən gələn motivasiyanız və həmçinin də xarici faktorların sizə çox az təsir edir. Məsələn, günümüzdə sosial medianın çox böyük təsiri olduğunu bilirik. Bunlardan daha az istifadə bizim dərslərə daha yaxşı yönəlməyimiz və daha gözəl nəticələr əldə etməyimizə kömək edir. Həmçinin imtahanlara hazırlaşarkən universitetin kitabxanasından da istifadə edərək bir çox materiallar toplayaraq daha yaxşı nəticələr əldə etmişəm. Bu da mənim əlaçı olmağıma səbəb olan amillərdən biridir. Daha sonra isə öz təhsilimi artıraraq magistr səviyyəsində də təhsil almaq istəyirəm. Burada mənim əsas məqsədim insanlara kömək etmək və öz sahəmdə daha da professionallaşmaqdır. Fikrim klinik psixologiya olduğu üçün daha da geniş sahədə araşdırmalar edir, bunu daha mükəmməl formada inkişaf etdirmək istəyirəm. Təbii ki, bu yolda mən geriyə dönüb baxdığım anda artıq məzun oluram. Müəllimlərimə və həmçinin mənə hər zaman dəstək göstərən valideynlərimə dərin təşəkkürümü bildirirəm. Qərbi Kasp Universitetinin təhsil sistemi sayəsində uğur yoluna daha da imza atmışam. Demək olar ki, burada daha da inkişaf edərək öz işimdə peşəkarlaşmışam və ümid edirəm ki, gələcəkdə öz sahəm üzrə sizlərin qarşısında olacağam.